Mənim deməli bir süjetimiz var. Söhbət nədən gedir? Mən multfilm xəstəsiyəm də, o bəlli məsələdir və söhbət nədən gedir? Multikdən, minyonlardan. Dünənlərim Ambura Mall Ticarət Mərkəzində yerləşən Cinemaster Kart kinoteatrında bəli, minyonlar və bədheybətlər animasiya filminin premyerasından öncə nümayişi keçirilib. Okay, action! Bugün önemli bir gündür çünkü bizim tədbirimiz uşaqlar üçündür və uşaqlar gördüğünüz gibi çoxlu əylənirlər və biz üçün bu çox sevinç bir haldır. Qeyd etmək istərdim ki, film bizdə 3 dildə nümayiş olunur. Türk, Rus və İngiliz, həm də 4DX formatında. Vaxtlarınızdan gəlmişsiniz. Benim adım da biri bacım oğludur. Gelmişik, milyonların həvəskarlarıdır, illərdir. Özləri də izləyirlər, məcburən bizə də izlətdirirlər və illərdir ki biz gözləyirik milyonların yeni bir animasiya filminin buraxılışı olsun ki gələk baxaq. Treylerlə baxdığımız qədərilə də maraqlıdır. Çox gözəl qrafik tərtibat var. Düşünürəm ki birazdan bol əylənəcəyik və güləcəyik. Bizim ailemizin sevdiği filmdir, çizgi filmidir, Minyonlar. Növbəti buraxılışıdır. Əlbəttə ki, Nara xanımın təşkilat elədiyi Sinema Mastercard'ın gözəl uşaqlar üçün tədbirinə əlbəttə ki, biz də qatılmasaydıq. Necə olardı, hə Osman? Osman, xoşun gəlir o çizgi filminə? Padis, por favor. Chris! Mütləq baxmaq lazımdır. Mən də o minyonların xəstəsiyəm. Gedib baxma. Mütləq, həqiqətən, mütləq.